Carl Gustav Jung depresiya hakkında belə deyir. Depresiya qara paltarlı qadına bənzəyir. Əgər o ortaya çıxsa, onu itələyib qovmağa çalışmayın. Onu içəri dəvət edin, onunla qonaq kimi rəftar edin. Nə demək istədiyinə diqqət edin. Jung bu sözləriyle bizə depresiyanın daxili bir təlatümün səsi ola biləcəyini izah etməyə çalışır. Əksər hallarda depresiyanın səbəbini kənarda baş vermiş müəyyən hadisələrlə əlaqələndirsək də, amma o daxildə illərlə yığılıb qalmış başqa bir şeylərin səsi ola biləcəyi və tam başqa bir şeylər demək istədiyinə sadəcə diqqət ayırmamızı bizə izah etməyə çalışır. O səsə diqqət etmək, o səsi anlamaq, daxildəki fırtınanın qarşısını almaq deməkdir. İnsanlar ətrafda hər kəsin, hər şeyin qayğısına qalır, amma bəzən özləri ilə baş-başa qalmağı unudurlar. Amma hər şey əslində insanın öz daxilindədir.